Salam dəyərli izləyicilər. Bu gün sizlərlə bir yerdə leksika bölməsindən sözün həqiqi və məcazi mənası, təkmənalı və çoxmənalı sözlər və terminlər, arxaizmlər mövzusunun testlərinin izahına baxacağıq. Bundan əvvəlki videolarda digər testlərin də izahı verilib. Keçid eləyərək onları da izləyə bilərsiniz. İndi isə başlayaq testlərə. Deməli, birinci testdə deyir, köhnəlmiş sözləri müəyyən edin. A variantına baxırıq, verilib sayru, əsən, ayıtmaq. Sayru xəstə deməkdir, yəni köhnəlmiş sözdür. Əsən də köhnəlmiş sözdür, sağ-salamat deməkdir. Ayıtmaq da demək, söyləmək mənasına gəlir. Bizim doğru cavabımız elə A variantıdır. Digər variantlardakı sözlər isə gündəlik həyatda işlətdiyimiz ümumişlək sözlərdir. Artıq onlara baxmağa ehtiyac yoxdur. İkinci sual, köhnəlmiş sözləri müəyyən edin. Yasavul, yüzbaşı, nəsnə. Yasavul qədim zamanlarda işlədilən hərbi rütbədir, yəni köhnəlmiş sözdür. Daha sonra yüzbaşı, yenə bu da daha əvvəllər Azərbaycan kəndlərində seçilən bir vəzifə sahib olan şəxsdir. Nəsnə də əşya mənasına gəlir. Yəni köhnəlmiş sözlər yenə A variantıdır. Daha sonra yenə üçüncü sualda köhnəlmiş sözləri müəyyən edin. Qovun, xırda, çimərlik. Bunlar ümumişlək sözlərdir. Daraq, qamçı, qapı, ələk, köynək, yataq, xəstə, loğman, otaq. Burada loğman sözünün mənası həkim, bilici deməkdir. Digərləri isə yenə ümumişlək sözlərdir. Y variantında isə xış, yasavul, ayıtmaq. Yasavul sözünün mənasını bayaq dedik, bir hərbi rütbədir. Qədim zamanlarda işlədilib. Daha sonra xış sözü yeri şumlamaq üçün olan bir alətdir. Ayıtmaq da yenə demək, söyləmək mənasına gəlir. Deməli, cavabımız oldu Y variantı. Dördüncü, yenə köhnəlmiş sözləri müəyyən edin. Rəndə, baca, bulud. Ümumişlək sözlərdir. Daha sonra gözəl, qəşəng, yaraşıqlı. Yenə bunlar da mənası hamıya aydın olan ümumişlək sözlərdir. Divan, bağ, ocaq. Bunlar da çıxırıq. Təhnə, tanıq, vəl. Təhnə, deməli, qədim zamanlarda ev məişətində istifadə olunan bir qab mənasına gəlir. Tanıq, şahid deməkdir. Vəl də taxtadan düzəltilən bir xırman alətidir. Deməli, bizim doğru cavabımız olur D variantı. Toplama, vurma, çıxma sözlərinin də mənasını bilirik. Çoxmənalı sözləri müəyyən edin. Deməli, bizə verilib A variantında papaq, karandaş, nəticə, dolu sözləri. Papaq bilirik ki, həm geyim növüdür, həm də bir şeyi örtən qapaq mənasında işlənə bilir. Daha sonra karandaş sözü yazı yazmaq üçün bir alətdir, çoxmənalı söz kimi işlənmir. Nəticə sözü amonim sözdür, bir işin sonunda ortaya çıxan vəziyyətdir, həm də nəvənin övladı nəticə adlanır. Bir də verilib dolu sözü. Dolu sözü də amonim sözdür. Məsələn, sifət kimi işlənə bilər, boş olmayan dolu mənasında, isim kimi ola bilər, yağışın bir növü. Bir də dolğun mənasında işlənə bilər. Məsələn, dolu adam, kök adam bu mənalarda işlənə bilər. Ona görə A variantını çıxırıq. Daha sonra B variantı. Top, ay, günəş, tar. Top sözü amonim sözdür. Bir, məsələn, futbol topu deyə bilərik. Bir də hərbi artilleriya silahı kimi işlədə bilərik. Bu amonim sözdür. Daha sonra ay sözü də amonim sözdür. Məsələn, isim kimi 12 ayları deyə bilərik. Məsələn, yanvar, fevral, mart bu ayları nəzərdə tuta bilərik. Bir də yerin peyki kimi ayı nəzərdə tuta bilərik. Deməli, bunlar oldu amonim. Daha sonra ay nidası var. Yenə bu da amonimlik təşkil eləyir. Məcazi mənada da biz bədii ədəbiyyatda məsələn rast gəlirik. Ay üzlü belə ifadələr işlənə bilir. Bu zaman məcazi mənada işlənə bilər. Daha sonra günəş sözü verilib bizə. Günəş sözü yenə iki mənada işlənir. Biri göy cismi olaraq, bu zaman böyük hərflə yazılır. Yəni termin kimi götürülür. Bir də gündəlik biz məsələn günəşə baxırıq, deyir, günəşin verdiyi istilik mənasına gələ bilər. Daha sonra yenə məcazi mənada da ay sözü kimi biz deyə bilərik, məsələn, günəş camallı, günəş üzlü. Bu formalarda məcazi mənada işlənə bilər. Amma digər sözlər, top sözü məsələn işlənmədiyinə görə bunu da götürə bilmərik. Daha sonra tar sözü verilmişdi. Tar da həm musiqi aləti kimi işlənə bilər. Daha sonra bədii ədəbiyyatda tutqun mənasında işlənə bilər. Məsələn, deyilə bilər tar şüşə, yəni görünməyən tutqun şüşə. Bir də
ev quşlarının üstündə durması üçün ağacdan düzəldilən yer mənasında tar işlədilə bilir. Daha sonra C variantında verilib bizə qar sözü. Qar sözü məsələn qışda yağan su kristalı kimi işlənə bilir. Elə mənası budur. Daha sonra bel sözü. Bel sözü amonimdir. Məsələn, bədənin orta hissəsi, daha sonra qazmaq üçün bir alət bu formalarda işlənə bilir. Tut sözü verilib. Tut sözü həm meyvə kimi işlənə bilir, bir də feil kimi, tutmaq feili kimi amonim olur. Məcazi mənada isə işlənmir. Bir də verilib qayın sözü. Qayın sözü də yenə amonim sözdür. Məcaziliyi yoxdur. Amonim kimi ər və ya arvadın qardaşı mənasına gəlir. Bir də qayın ağacı, ağac növü kimi işlənə bilir. Bunu da çıxırıq. D variantı. Verilib ayaq, ətək, kök, ağız sözləri. Deməli, ayaq sözü həm amonim, həm də çox mənalı sözdür. İndi mənalarına baxaq. Deməli, bir bədən üzvü kimi işlənə bilər. Daha sonra ayaq qədimdə ölçü vahidi olub. Bunu deyə bilərik amonim kimi. Bir də məcazi mənada bir şeyin qurtaracağı mənasına gələ bilər. Məsələn, kəndin ayağı, yolun ayağı, çayın ayağı və s. bu formada məcazi mənada işlədilə bilər. Deməli, ayaq sözü işləndi. Daha sonra ətək sözü verilib. Ətək sözü yenə iki mənada amonim ola bilir. Geyim kimi, qadın geyimi, bir də dağın yamacından düzənliyə qədər olan hissə, dağın ətəyi bu mənada ola bilər. Dağın ətəyi dedikdə artıq bu məcazi mənada olur, amonim yox. Ona görə ətək sözünü də biz məcazi götürə bilərik, yəni çox mənalı götürə bilərik. Kök sözü. Kök sözü həm amonim, həm də çox mənalı kimi işlənə bilər. Məsələn, amonim kimi bir tərəvəz deyə bilərik, bir də sifət kimi ətli, şişman adam, kök adam bu formada işlənə bilər. Daha sonra nəsil mənasına gələ bilər. Bu zamanda amonim kimi götürülür. Məcazi mənada isə məsələn əsas hissə, mahiyyət mənalar verdikdə biz bunu çox mənalı götürə bilərik. Məsələn, deyirik məsələnin kökü, yəni məsələnin əsas hissəsi. Deməli, kök sözü də çox mənalı kimi işlənə bildi. Daha sonra ağız sözü. Ümumiyyətlə bilirik ki, bədən üzvlərinin demək olar ki, hamısı çox mənalı söz kimi işlənə bilir. Ağız sözü də həm insanın ağzı, bir də deyə bilərik məsələn qabın ağzı. Bu zaman artıq məcazi mənada işlənmiş olur. Deməli, D variantındakı bütün sözlər çox mənalı kimi işlənə bildi. Daha sonra Y variantında ana sözü bu deməli övladı olan qadın mənasına gəlir. Bir də məcazi mənada bir şeyin əsas hissəsi, əsası kimi işlənə bilər. Məsələn, deyirik ana dili. Yəni, mənim ana dilim məsələn Azərbaycan dilidir. Yəni, mənim əsas dilim, öz dilim Azərbaycan dilidir. Bu formada işlənə bilər məcazi kimi. Bu uyğun gəldi. Yaş sözü. Yaş sözü amonim sözdür. Həm isim kimi insanın doğulduqdan ölümə qədər keçdiyi yol onun yaşlarıdır. Bir də nəm mənasında sifət kimi işlənə bilər. Çox mənalılığı isə yoxdur. Bunu götürə bilmirik. Bağ sözü amonim ola bilər, həm də çox mənalı ola bilər. Amonim kimi, məsələn, meyvə ağacları olan sahə, bir də ip, kəndir mənası verə bilir. Məcazi mənada isə bağlayan, birləşdirən mənasına gəlir. Məsələn, deyirik dostluq bağı. Burada, yəni ortada həqiqi bir bağ yoxdur. Bu sadəcə məcazi mənalıdır. Yəni onların birliyini ifadə eləyir. Deməli, bu məcazi mənalı oldu. Dağ sözü verilib. Dağ sözü də yerin hündür zirvəsidir. Bir də damğa, damğalamaq mənasına gələ bilər. Məcazi mənada isə məsələn çox möhkəm, əzəmətli mənasında işlənə bilər. Məsələn, deyirik dağ kimi adam, yəni möhkəm adam, əzəmətli. Bu formada məcazi kimi işlənə bilər. Bir dənə yaş sözü burada məcazi kimi işlənə bilmədi deyə Y variantını da çıxırıq. Daha sonra hansı cümlədə sonuncu söz məcazi mənada işlənmişdir? Sonuncu söz. Deyir, gözətçi yatmamışdı. Gözətçi bir insandır, yatmaq feili də insana aid ola bilər. Yəni, burada məcazilik yoxdur. O, hər gün anasını qarşılamağa gedərdi. Kim gedərdi, o gedərdi. Yəni, burada da bir insan nəzərdə tutulur deyə artıq bu həqiqi mənalı bir feildir. Bu gözəl mənzərəyə baxanda hamı sevinirdi. İnsanlar sevinirdi. Bu da yenə həqiqi mənalı bir ifadədir. Dostlar şirin söhbət edirdilər. Burada şirin söhbət düzdür, məcazi mənadadır. Amma bizə deyirdi ki, sonuncu söz məcazi mənada işlənsin. Sonuncu söz hansıdır? Edirdilər, söhbət edirdilər.
Burada məcazi məna şirin söhbət arasındadır deyə biz bunu götürə bilmərik. Y variantında isə deyir, burada təbiət adamın üzünə gülürdü. Gülürdü. Kim? Nə? Təbiət. Təbiət canlı varlıq olmadığına görə artıq gülmək feili, yəni insana aid olan feil ona köçürülüb deyə burada artıq metafor yaranıb. Yəni məcazi mənalı bir ifadə yaranıb. Ona görə biz götürürük Y variantını. 7-ci sual. Hər üçü çoxmənalı sözdür. A variantına baxaq. Deməli, lövhə, kəsmək, saymaq. Lövhə sözü deməli, həm amonim, həm də çoxmənalı kimi işlənə bilər. Amonim kimi, məsələn, sinif lövhəsi deyə bilər. Üstündə yazı yazmaq üçün bir taxta yaxud hər hansı bir əşya. Bir də, məsələn, idarələrin, bölmələrin, müəssisələrin girişində onların adını əks elətdirən kiçik lövhəciklər qoyulur. Biz buna da lövhə deyirik. Bu amonim oldu. Daha sonra çoxmənalı söz kimi, məsələn, deyə bilərik həyat lövhəsi. Bu zamansa çoxmənalı söz kimi işlənə bilir. Deməli, birinci işləndi. Daha sonra kəsmək sözü. Bölmək, parçalamaq mənası da verə bilər. Bir də, məsələn, şiddətli təsir etmək mənasına da gələ bilər. Məsələn, şaxta adamı kəsir. Bu zaman artıq çox mənalı olur. Bir də dayandırmaq mənası ola bilər. Atəşi kəsmək, atəşi dayandırmaq formalarda işlənə bilər. Deməli, A variantında kəsmək sözünü də biz çox mənalı götürə bilirik. Saymaq sözü. Bir şeyi sırayla demək, saymaqdır. Məcazi mənada isə hörmət etmək mənasına gələ bilər. Məsələn, mən o adamı saymıram, yəni ona hörmət etmirəm deyə bilərik. Deməli, bu da məcazi mənada işlənə bilir. Doğru cavab oldu A variantı. 8. Arxaizmləri müəyyənləşdirin. Sayru, loğman, otaq. Burada sayru xəstə mənasına gəlir, loğman həkim, bilici, bu formalarda, bu mənalarda işlənir. Otaq sözü isə ümumiləşdirək sözdür, arxaizm deyil. Ona görə bunu çıxırıq. Çuxa, qamçı, qapı. Çuxa bir geyim növüdür, beli büzməli kişi geyimidir. Qamçı bir ağacın ucuna bağlanan ipləri, məsələn, heyvanları vurmaq üçün istifadə olunur. Qapı isə yenə ümumiləşdirək sözdür, bunu da çıxırıq. Qovun, xırda, çimərlik. Hər üçü ümumiləşdirək sözlərdir. Ələk, un eləmək üçün bir alət. Qurşaq. Qurşaq bel bağıdır. Bir də sarğı ip mənasında işlənə bilir. Deməli, bir də arxalıq sözü verilib. Arxalıq da yenə geyim növüdür. Burada ələk sözü ümumiləşdirək olduğuna görə bunu çıxırıq. Us, yey, altun. Us ağıl deməkdir. Daha sonra yey yaxşı deməkdir, altun da qızıl deməkdir. Hər üçü arxaizmdir. Yenə arxaizmləri müəyyən edin. Elə burada doqqaz sözü burada dialektdir. Kənd yerlərində evin yaxud hasarın bir-birinə keçirilən qapı deməkdir. Evdə, hasarda bir-birinə keçirilən qapı. Yəni küçə qapısı. Daha sonra darğa vilayət hakimi mənasına gəlir, arxaizmdir. Taqım da dəstə, məsələn, əsgər dəstəsi. Bu mənaları ifadə edən bir arxaizmdir, amma doqqaz dialektdir deyə bunu çıxırıq. Daha sonra divan, nəsnə, ocaq. Divan amonimdir. Məsələn, oturmaq üçün bir vasitə. Bu ümumiləşdirək sözdür. Bir də ədəbiyyatda divan, şeirlər divanı, şeirlər toplusu mənasına gəlir. Bu arxaizm deyil. Nəsnə əşya deməkdir, arxaizmdir. Ocaq sözü isə ümumiləşdirək sözdür. Ona görə bunu da çıxdıq. Doğru cavabımız olur C variantı. Çuxa, yasovul, mülkədar. Çuxa üst geyimidir. Yəni qədim zamanlarda istifadə olunan üst geyimi. Yasavulu bayaq demişdik, qədim zamanlarda istifadə olunan hərbi rütbədir. Mülkədar da mülk sahibi mənasına gələn bir arxaizmdir. Daha sonra 10-cu biri dilçilik terminidir. A variantında verilib etimologiya sözü. Etimologiya elə dilçiliyə aid bir termindir. Nə mənaya gəlir? Sözlərin mənşəyini öyrənən sahəyə etimologiya deyilir. Daha sonra B variantında verilib silikat. Bu, müxtəlif mineralların birləşməsindən yaranan bir maddədir. Bu, kimyaya aiddir, səhv etmirəmsə. B-ni çıxırıq. Fiksaj. Fiksaj yenə kimyaya aiddir, kimyəvi məhluldur. Bunu da çıxırıq. Neolit tarixə aiddir, qədim daş dövrünün bir mərhələsidir. Vəzn də ədəbiyyata aiddir, ölçü deməkdir.
Biri dilçilik terminidir. Hürofizm. Hürofizm təriqət deməkdir. Bu dilçiliyə aid deyil. Siyonizm. Bu politologiyaya aid bir termindir. 19-cu əsrdə yaranan bir cərəyandır. Bunu da çıxırıq. Realizm. Yenə bu da ədəbiyyatda da istifadə olunan həqiqəti, reallığı olduğu kimi göstərən bir cərəyandır. Humanizm insansevərliyi, insanpərvərliyi müdafiə edən bir ifadədir. B variantındakı dialektizm isə məhəlli sözləri, ifadələri öyrənən bir dilçilik terminidir. 12-ci sual, biri dilçilik terminidir. Mifologiya. Bu, ədəbiyyata aiddir. Miflər, mifik rəvayətlər toplusu deməkdir. Mutasiya biologiyaya aiddir. Orqanizmlərin müxtəlif təsirlər nəticəsində onlarda başqa əlamətlərin yaranması mənasına gəlir. Daha sonra miqrasiya coğrafiyaya aid termindir. Müəyyən səbəblərə görə insanların başqa yerə köçməsidir. Seysmologiya zəlzələləri öyrənən bir sahədir. Morfologiya isə bu həm dilçilikdə var, həm də biologiyada var. Dilçilikdə də istifadə olunduğuna görə biz bunu doğru cavab kimi götürə bilərik. Bilirik ki, morfologiya nitq hissələrini öyrənən bölmədir. 13. Hansı söz çoxmənalı söz kimi işlənə bilmir? Verilib bizə isti, qara, boz, soyuq, şabalıdı sözləri. Y variantındakı şabalıdı sözü bir dənə rəng mənasını bildirir. Başqa da bir mənaya çoxmənalı söz kimi işlənə bilmir. Amma baxaq digər variantlara. Məsələn, isti sözü. İsti sözü bilirik ki, hərarətli, qızdırılmış mənasına gəlir. Daha sonra biz buna çoxmənalı kimi, məsələn, belə deyə bilərik. Mehriban, səmimi, nəvazişli, məsələn, istiqanlı adam, mehribanlı adam. Yəni, bu sözə birləşdirikdə də artıq görürük ki, o fərqli bir məna verə bilir. Daha sonra isti qucaq, yəni nəvazişli, mehriban, səmimi qucaq mənasında işlənə bilər. Daha sonra qara sözü verilib. Bu, həm rəng mənasında işlənə bilir, yaxud plovun üzərinə qoyulan o qarışım mənasında amonim ola bilir. Bir də, məsələn, deyə bilərik, qara gün, yəni bədbəxt gün artıq burada çoxmənalı oldu. Yaxud qara qış, əziyyətli qış, burada da çoxmənalı söz kimi işlənə bilir. Ona görə A-nı, B-ni çıxdıq. B variantında verilib boz sözü. Bu da yenə rəng mənası verə bilir, tutqun, dumanlı mənasına gələ bilir. Məsələn, boz hava dedikdə tutqun hava nəzərdə tutulur. Daha sonra bozun bir də bir xəstəlik mənası var, dəmrava oxşayan dəri xəstəliyi. Bundan başqa bir də məcazi mənada bozun utanmaz, həyasız adam mənasına gələ bilir. Məsələn, deyirik boz adam, yəni utanmaz adam, həyasız adam. Bu mənalarda məcazi kimi, çoxmənalı kimi işlənə bilir. Soyuq sözü. Soyuq sözünün leksik mənası hərarəti olmayan deməkdir, yəni istinin antonimidir. Daha sonra çoxmənalı söz kimi də, məsələn, sərt, diqqətsiz deyə bilərik. Məsələn, soyuq rəftar, yəni sərt rəftar. Bir də darıxdırıcı, maraqsız mənaları da ifadə eləyə bilir. Yəni, çoxmənalı söz kimi. 14. Hansı söz çoxmənalı söz kimi işlənə bilmir? A variantı hıçqırmaq. Hıçqırmaq bir dərindən ağlamaq mənasına gəlir. Bir də hıçqırtı səsi çıxarmaq mənasına gələ bilər. Bu da amonimdir. Yəni, bu sözün çoxmənalılığı yoxdur. Sadəcə amonim ola bilər. Bişirmək sözü. Bir şeyi odun üstündə qaynatmaq mənasına gələ bilər. Bir də məcazi mənada, məsələn, təcrübə qazandırmaq. Məsələn, onu bu işdə bişirmək lazımdır. Yəni, ona bu işdə təcrübə qazandırmaq lazımdır. Yaxud sözü ağzında bişir, sonra çıxart. Yəni, əvvəlcə düşün, sonra danış. Bir də kimisə inandırmaq, dilə gətirmək, şirin dilə tutmaq mənasında işlənə bilər. Məsələn, o danışaraq onun başını bişirdi. Bu formada, yəni onu aldatdı, şirin dilə tutdu mənasında çoxmənalı söz kimi işlənə bilər. Çevirmək sözü verilib. Deməli, çevirmək, məsələn, bir şeyin istiqamətini dəyişmək ola bilər. Daha sonra vərəqləmək mənasına gələ bilər, tərcümə etmək mənasına gələ bilər. Yəni, bunun da çoxmənalı kimi müxtəlif formaları var. Yumaq sözü. Yumaq, feil kimi əlləri yumaq deyə bilərik. İsim kimi də sap, ip, bunları biz yumaq kimi toplaya bilərik. Yəni, bunu da çıxırıq. Bir də onun yumaq çoxmənalı kimi necə işlənir? Məsələn, bir şeyin əvəzini vermək, qaytarmaq. Məsələn, günahlarını yumaq deyə bilərik.
Bu artıq məcazi mənalı bir ifadədir. Y variantında atmaq sözü verilib. Atmaq bir tullamaq mənasında işlənə bilər. Bir də tərk etmək mənasında amonim ola bilər. Məsələn, işi atmaq, işi tərk etmək. Məcazi mənada isə əl çəkmək. Yenə əslində tərk etmək də burada məcazi mənaya gəlir. İşi atmaq bu həqiqi mənada deyil, məcazi mənadadır. Mənası isə tərk etməkdir. Əl çəkmək ola bilər. Məsələn, deyirik, o içkini, siqareti atdı. Yəni, onu həqiqətən kənara atmır ki, bundan əl çəkir. Yenə, bu da dedik ki, məcazi mənada, yəni çox mənalı kimi işlənə bildi. 15. Aşağıdakı terminlərdən hansını qarşısındakı sözlə əvəz etmək olmaz? Obraz, personaj. Bunu əvəz etmək olar. Dialoq, mükalimə. Dialoq iki şəxs arasındakı söhbətdir. Mükalimə də bir neçə şəxsin öz aralarında bir mövzunu müzakirə etməsidir. Bu işlənə bilər. Faciə, tragediya. Hər ikisi mənfi sonluqla bitən, yəni ölümlə nəticələnən əsərlərə deyilir. Komediya, gülüş üzərində qurulan əsərlərdir. Məsəlçə də onun sinonimidir. Amma C variantında dekorasiya və remarka bunlar əvəz edilə bilməz. Dekorasiya bir səhnənin, tamaşanın memarlıq cəhətdən qurulmasıdır. Remarka isə bir dramatik bir əsərdə müəllifin hadisələrin gedişatı ilə bağlı rejissor ya da obrazlara göstərdiyi göstərişlərdir, ifadələrdir. Bu yalnız, yəni obrazlar üçün nəzərdə tutulur. Bunlar səhnədə oxunmur. Yəni, bu sözlər bir-birini əvəz eləyə bilməzlər. 16. Arxaizmləri müəyyən edin. Deməli, A variantında verilib yanacaq, çırpı, odun. Bunlar ümumişlək sözlərdir. Daha sonra B variantı girvəncə, us, uçmaq. Girvəncə 100 qrama bərabər qədim ağırlıq ölçüsüdür. Us ağıl deməkdir, uçmaq da cənnət deməkdir. Bunlar oldu arxaizmlər. Digər sözlər isə ümumişlək sözlərdir. 17. Üz sözü hansı cümlədə məcazi mənada işlənmişdir? A variantına baxaq, deyir, kişi danışdıqca üzü qızarırdı. Yəni, kişinin üzü bu həqiqi mənadadır. Ona görə bunu çıxırıq. Bizdən məcazi mənalı istəyir. Uşağın üzü gözü toz içində idi. Bu da yenə həqiqi mənadadır. Üzündən bilinirdi ki, bərk sevinir. Yəni, onun üz ifadəsindən onun emosiyalarını görə biliriksə, bu yenə həqiqi mənadadır. Elə işlər görüb ki, adam içinə çıxmağa üzü yoxdur. Burada isə artıq onun duyğularını ifadə eləyir, emosiyalarını ifadə eləyir. Yəni, burada həqiqi mənada üzdən söhbət getmir. Yəni, demək istəyir ki, o qədər utanır ki, insan içinə çıxa bilmir. Yəni, insan içinə çıxmağa üzü yoxdur. Ona görə biz D variantını məcazi mənalı götürürük. Y variantında isə deyir, dənizçinin üzü gündən qaralmışdı. Bu da yenə həqiqi mənadadır. O qədər günün altında qalıb ki, onun üzü gündən qaralıb. Yəni, dərisi qaralıb. 18. Nümunədə altından xətt çəkilmiş sözlər leksik baxımdan nədir? Səhərin də gözü var, günəşlə bir açılır. Bulağın da gözü var, tutulsa o quruyar. Deməli, səhərin gözü, bulağın gözü. Bilirik ki, göz sözü insana, heyvanlara aid olduqda həqiqi mənada işlənir, yəni orqan kimi. Amma səhərin gözü, bulağın gözü dedikdə artıq bu sözlər çox mənalı söz kimi işlənir. Yəni, məcazi məna ifadə edir. Ona görə cavab olur D variantı. 19-cu sual. Əyilməkdir ağlamağın tərs üzü. Dərdi dartıb üzməyəni dərd üzür. Nümunədə altından xətt çəkilmiş sözlərin kökü semantik baxımından nədir? Deməli, ağlamağın tərs üzü, dərdi dartıb, üzməyəni dərd üzür. Deməli, hər iki sözün kökü üzdür. Üz bilirik ki, həm amonim, həm də çox mənalı söz kimi işlənə bilir. Amonim kimi, məsələn, üzmək feili deyə bilərik. Bir də insanın üzü. Bu oldu amonim. Çox mənalı söz kimi isə, məsələn, deyirik, kitabın üzü, dəftərin üzü, bu formalarda işlədə bilərik. Artıq burada isə çox mənalı söz kimi işlənir. Deməli, cavabımız olur C variantı. Həm amonim, həm də çox mənalı söz. Adət budur, yar xəbərin yaralar. Mənim yarım zəif canım yaralar. Yerbəyerdən sızıldaşar yaralar. Rəhm eylə cüməyə ayağa düşdüm. Deməli, burada yar, yaralar, yaralar bu sözlər üzərində işləyirik. Deməli, nə deyir? Kökü semantik baxımdan nədir? Deməli, burada yar xəbəri deyir, yar xəbərin. Bu, sevgili mənasında işlənib, yar. Zəif canım yaralar.
Burada yaralamaq feili verilib bizə. Yenə bunun kökü də yarmaq feilidir. Birincidə isim idi. İkincidə feildir. Deməli, bu artıq oldu amonim. Daha sonra yerbəyerdən sızıldaşar yaralar. Burada da yara ismidir. Yəni, yara isminin kökü də yarmaq feilidir. Deməli, burada oldu amonim. Bir də dedik ki, yar sözü həm aşiq, sevgili mənasında, dost mənasında da işlənə bilər. Cavab olur amonim və çoxmənalı söz. 21. Səhv fikirdir. Biri səhv fikirdir. Bəzi sözlər həm həqiqi, həm də məcazi mənaya malik olur. Bu doğru fikirdir. Həqiqi mənaya malik olur. Məcazi mənaya malik olduqda da çoxmənalılıq yaradır. A düzdür. Sözün ifadə etdiyi ilkin məna onun məcazi mənasıdır. Bu səhvdir. İlkin məna həqiqi mənadır. Ondan törəyən mənalarsa məcazi məna adlanır. Dilimizdəki sözlər leksik mənaya malik olmamasına görə 2 yerə bölünür. Bu düzdür. Leksik mənaya malik olanlar əsas nitq hissələri, malik olmayanlar da köməkçi nitq hissələri olur. Bəzi sözlər çoxmənalı ola bilir, düzdür. İzahlı lüğətdə sözlərin leksik mənaları şərh olunur, bu da düzdür. Cümləni tamamlaya bilən ifadəni müəyyən edin. Çoxmənalı sözlər amonimlərdən fərqli olaraq eyni nitq hissəsinə aid olmalıdır. İndi baxaq variantlara. Yazılışı və deyilişi müxtəlif olur, səhvdir, eyni olmalıdır. Tamamilə fərqli mənalar bildirir, bu da səhvdir. Amonimlər tamamilə fərqli mənada olur. Çoxmənalı sözlər həqiqi məna ilə bağlı olmalıdır. Fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır. Nitqdə yersiz təkrarın qarşısını alır, bu sinonimlərdir. Bədii ədəbiyyatda cinas qafiyə yaratmağa xidmət edir, bu amonimlərdir. Eyni nitq hissəsinə aid olur, bu bizim doğru cavabımızdır. Mütləq eyni nitq hissəsinə aid olmalıdır. Çünki əsas məna ilə bağlılıq olur. 23. Çoxmənalı söz deyil. Qayın, burun, ətək, çəkmək, kök. Qayın sözünün mənasını bayaq izah eləmişdik. Ər və ya arvadın qardaşı mənasına gəlir. Bir də qayın ağacı mənasında amonim olur. Çoxmənalılığı yoxdur. Burun sözü bədən üzvüdür. Bir də bunu belə deyə bilərik. Məsələn, çoxmənalı kimi çəkmənin burnu, gəminin burnu və s. çoxmənalı ola bilir. Ətək sözü həqiqi mənada, məsələn, geyim kimi, qadının geyimi, ətəyi, məcazi mənada, məsələn, dağın ətəyi işləndi. Çəkmək bir şeyi tutub dartmaq mənasında ola bilər. Həqiqi mənada, məcazi mənada isə cəlb etmək, həvəsləndirmək. Məsələn, belə deyə bilərik ki, bu rəsm uşağın diqqətini çəkdi. Yəni, diqqətini cəlb elədi. Həqiqətən tutub çəkmir ki. Deməli, bu məcazi mənadadır. Bir də kök sözü. Kök sözünü də bayaq demişdik. Məsələn, əsas, vacib mənasına gəldikdə, məsələn, məsələnin kökü, məsələnin əsas hissəsi. Bu mənada işləndikdə kök sözü çoxmənalı kimi işlənə bilir. Həm də eyni zamanda amonimdir. 24. Çoxmənalı söz deyil. Şam, tutmaq, baş, qaş, ayaq. Şam sözü amonim sözdür. Məsələn, işıq saçan fitilli bir vasitə, məsələn, işıqlar sönəndə yandırdığımız şam. Daha sonra axşam mənasında işlədilə bilər. Şam yeməyi mənasında işlədə bilər. Yəni, axşam yeməyi daha doğrusu şam, axşam yeməyi mənasında işlənə bilər. Bir də şam ağacı. 4 dənə mənası var. Bu oldu amonim. Tutmaq. Bir şey əlində saxlamaq bunun həqiqi mənasıdır. Daha sonra ələ keçirmək ola bilər, həbs etmək, işğal etmək, xəstəliyə yoluxmaq. Bunlar həqiqi mənadadır. Məcazi mənada isə məsələn ev tutmaq deyə bilərik. Yəni ev kirayə götürmək və s. Həqiqətən gedib evi tutmur ki. Bu oldu məcazi məna, yaxud toxunmaq, təsir etmək deyə bilərik. Məsələn, bu sözlər onu bərk tutdu. Yəni bu sözlər ona bərk təsir elədi. Yaxud uyğun gəlmək, düz gəlmək. Məsələn, onların dostluğu tutmaz. Yəni onlar dostluğu uzun çəkməz də, bir-biri ilə uyğunlaşa bilməzlər. B də çoxmənalıdır. Baş sözü bədən üzvüdür. Bir şeylə yuxarı hissəsi, məsələn, ağacın başı dedikdə, küçənin başı dedikdə artıq çoxmənalı söz kimi işlənmiş olur. Yenə qaş sözü də onu kimi çoxmənalı kimi işlənə bilər. Məsələn, təpənin hündür yeri, dağın qaşı, təpənin qaşı dedikdə bu çoxmənalı söz kimi işlənə bilər. Ayaq sözü də məsələn, küçənin ayağı, kəndin ayağı və s. çoxmənalı kimi işlənə bilir.
Cümlələrin birində həm köhnəlmiş, həm də ümumiləşmiş söz kimi təhlil edilə bilən söz vardır. Yəni həm köhnəlmiş söz olub, amma dilimizdə də fərqli bir mənada işlənməyə davam edir. A variantında deyir, müəllim uşaqları dərnəyə göndərdi. Burada bütün sözlər ümumiləşmişdir. Xəstəlik görməyəsən, əsən yaşayasan. Burada əsən sözü sağ-salamat deməkdir. Bu köhnəlmiş sözdür. Hazırda dilimizdə işlənmir. Yazıya baxanda adam fərəh hissi keçirir. Burada yazı sözü həm köhnəlmiş, həm də ümumiləşmiş sözdür. Yazı, məsələn, qrafik işarələrlə yazılan şeylər mənasında işləndikdə bu ümumiləşmiş sözdür. Amma çöl, səhra mənasında isə artıq köhnəlmiş söz kimi götürə bilərik. Ağsaqqallı babanın yeri uçmaq olsun. Burada mənasına görə uçmaq cənnət mənasına gəlir. Yəni biz bunu köhnəlmiş götürürük. Həm də C variantını ona görə götürdük ki, eyni zamanda iki mənada da təhlil edilə bilər bu cümlə. Amma məsələn D variantında uçmaq sözünü biz həqiqi quşun uçması kimi o mənada götürə bilmərik. Yəni havada süzülmək mənasında götürə bilmərik. Ona görə cavabımız olur C variantı. Koroğlu dəliləri azğın feodallara qarşı mübarizə aparırdı. Burada da feodal sözü, yaxud dəli sözü, feodal yox, daha doğrusu dəli sözü. Burada igid mənasında işlənib, amma günümüzdə bu ağlını itirmiş insan mənasında işlənir. Yəni biz orada əvəz eləyə bilmərik. Doğru cavab olur C variantı. 26. Göz sözü hansı sözlərlə birləşdikdə məcazi məna bildirir? Balığın gözü, yəni canlılara qoşulduqda həqiqi məna bildirir. Amma cansız əşyalara qoşulduqda məcazi məna. İndi baxaq, balığın gözü. Bu həqiqi mənadadır. Balığın həqiqətən gözü var. Bizdən məcazini istəyir. Dolabın gözü həqiqi deyil. Bulağın gözü, səhərin gözü həqiqi deyil. Amma uşağın gözü həqiqidir. Yalnız termin kimi işlənən sözlərdir. 1. Sintaksis. Yalnız termin kimi işlənir. Surət. Surət iki cür işlənə bilər. Məsələn, ədəbiyyatda insan surəti dedikdə bu termin olur. Bir də məsələn deyirik yazının surətini çıxart. Yəni onun nüsxəsini çıxart. Bu artıq ümumiləşmiş söz olur. Orfoqrafiya yalnız termindir. Bucaq həm termin kimi, məsələn riyaziyyatda termin kimi işlənə bilər. Amma evin bucağı, otağın bucağı dedikdə bu ümumiləşmiş söz kimi işlənir. Xəbər. Məsələn, cümlə üzvü kimi dedikdə mübtəda xəbər bu olur termin. Amma adi, məsələn deyirik uşaq bir xəbər gətirdi. Bu olur ümumiləşmiş söz. Sinektoxa ədəbiyyata aid bir termindir. Enerji həm termin, həm də ümumiləşmiş söz kimi işlənə bilir. Doğru cavab olur 1, 3, 6. Yalnız termin kimi işlənən sözlərdir. Kök ümumiləşmiş sözdür. Riyaziyyatda da kök işlənə bilər. Daha sonra dil yenə həm ümumiləşmiş, həm termin ola bilər. Folklor yalnız termindir. Surət bayaq izah eləmişdim bunu. Xəbər bu da bayaqki sözdür. Fiksaj yalnız termindir. Orfoepiya yalnız termindir. Doğru cavab 3, 6, 7. Yenə yalnız termin kimi. Sifət həm insanın üzü mənasında ola bilər, həm də nitq hissəsi ola bilər. İki mənadadır. Akvarel. Akvarel yalnız rəssamlığa aid bir termindir. Akvarel boya. Tuyuq ədəbiyyata aid bir termindir. Antonim dilçiliyə aid bir termindir. Ada, boğaz, enerji. Bunlarsa amonim sözlərdir. Yəni həm termin kimi, həm də ümumiləşmiş söz kimi işlənə bilirlər. Yenə yalnız termin kimi işlənən sözlər. Bucağı bayaq demişdim. Leksika, dilçiliyə aid termin. Bölmə. Bölmə həm termin, həm də ümumiləşmiş kimi ola bilər. Məsələn, riyaziyyatda bölmə əməli dedikdə bu termin olur. Amma məsələn deyirik, oğlanı bölməyə apardılar. Artıq burada ümumiləşmiş söz kimi işlənə bilir. Frazeologiya yalnız termindir. Relyef yalnız termindir. Ahəng ümumiləşmiş sözdür. Zərf də həm nitq hissəsi kimi, həm də ümumiləşmiş söz kimi işlənə bilər. Nümunədə hansı misralardakı işarələnmiş sözlər həqiqi məna işlənib? Mən istəyirəm. Bu həqiqi mənadadır. Yəni istəyirəm feili həqiqi bir insana aiddir. Buludlar ağlasın.
Ağlamaq feili insana aid bir feildir, amma buludlara köçürülüb. Yəni cansız bir varlığa köçürüldüyünə görə bu artıq məcazi olur. Uşaqlar ağlamasın. Yenə həqiqi mənadadır. Yanğınlar sönsün. Yanğının sönməyi, bu da həqiqi mənadadır. Ümidlər sönməsin, bu məcazi mənadadır. Ümid həqiqətən sönə bilməz, yox ola bilər. Daha sonra 32. Ağır sözü verilənlərdən hansı ilə söz birləşməsi yaradarkən həm həqiqi, həm də məcazi mənada düşünülə bilər. Deməli, verilib yük, çanta, adam, daş, zəmbil. Burada birinci və üçüncü sözlərə baxaq. Ağır yük. Bu, həm həqiqi, həm də məcazi mənada ola bilər. Məsələn, deyirik ki, fəhlə ağır yük daşıyır. Məsələn, tutaq ki, daş daşıyır. Bu olur həqiqi mənada. Bir də, məsələn, insan elə bir sir bilə bilər ki, bu ona ağır yük kimi gələr. Məsələn, deyək ki, mən ürəyimdə ağır yük daşıyıram. Yəni, bir sir, dərd, hər hansı bir problem bu mənada işlənə bilər. Yəni, həm həqiqi, həm də məcazi ola bilər. Adam sözünə baxaq, ağır adam. Bu, həm kilo baxımından götürə bilərik, bu zaman həqiqi mənada olur. Yəni, ağır, kök adam. Bir də ağır adam, yəni xasiyyətcə ağır, sərt, özünü sərt aparan adam. Bu mənada da biz onu məcazi mənada götürə bilərik. Doğru cavabımız olur 1 və 3. Ağır çanta dedikdə bu həqiqi mənada olur. Ağır daş, ağır zəmbil, bunlar da sadəcə həqiqi mənada işlənən sözlərdir. Deməli, mövzuya aid testləri bitirdik. Hər hansı sualınız olarsa, şərhlər bölməsinə yaza bilərsiniz. Növbəti mövzunun izahı da digər videoda yaxın zamanda kanala yerləşdiriləcək. Növbəti videolarda görüşənə qədər.